Axşamınız xeyir, saatlar 21:00-ı göstərir. Xəbər axşamı müzakirə ilə davam edir. 5 fevral 2026-cı il tarixi ədalətin bərqərar olduğu gündür. 8 noyabrda döyüş meydanında qazandığımız zəfəri necə qürurla qeyd ediriksə, bu gündə hüququn və ədalətin qalib gəldiyi gün kimi yadda qalacaq. Ermənistan vətəndaşlarının məhkəməsində bugün yekun məhkəmə qərarı elan olunub və toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər azadlıqdan məhrum edilib. Qarabağdakı keçmiş qondarma rejiminin başçılarından biri Arayik Harutyunyan, Qarabağdakı keçmiş qondarma rejiminin müdafiə naziri Levon Mnatsakanyan, Ermənistan Silahlı Qüvvələrinin general-mayoru David Manukyan, Qarabağdakı keçmiş qondarma rejiminin parlamentinin sədri David İşxanyan, Qarabağdakı keçmiş qondarma rejimin xarici işlər naziri David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan başqa Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arkadi Qukasyan və Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qarik Matirosyan 18 il müddətinə, David Allahverdiyan və Levon Balayan hər biri qəti 16 il müddətinə, Beqlaryan Vasiliy, Gergen Stepanyan və Erik Qazaryan isə hər biri qəti 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Və mövzunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Gənizadə və hüquq müdafiəçisi Əhməd Şahidovla müzakirə edəcəyik. Axşamınız xeyir. Əslində olduqca tarixi bir gündür və baxmayaraq ki 30 il müddətində Azərbaycan demək olar ki bütün instansiyalarda öz ədalət səsini çıxardırdı, lakin uzun illərdir təzyiqlərə məruz qalırdı və bu nəinki müxtəlif təşkilatlardan, strukturlardan və eyni zamanda da fərqli ölkələr tərəfindən bu təzyiqlər Azərbaycana göstərilirdi, lakin bugün artıq haqq ədalət öz yolunu və öz nəticəsini verdi. Mən istərdim ki, elə gəlin Ermənistanın 30 illik işğalçılıq siyasəti və Qarabağda yaşanan həmən o faciələr barədə biraz danışaq və daha sonra isə bugün məhkəmənin qərarı ilə davam edək. Çingiz bəy, buyurun. Təşəkkür edirəm. İlk öncə bir cümlə ilə qeyd edeyim ki, bugün ədalətin bərqərar olmasının, ədalətin qalib gəlməsinin şahidi olduq və insanlıq əleyhinə, Azərbaycan xalqına qarşı bir çox cinayət məcəlləsinin maddələri ilə cinayətlər törətmiş, eyni zamanda beynəlxalq hüquq normalları ilə qorunan müddəaları pozaraq müharibə etmə qaydalarını pozmuş bir qrup separatçı rejimin rəhbərlərinə və Ermənistanın Qarabağda hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçularına qarşı ədalətli hökm verildi. Bilirsiniz, çox uzun və acı bir həyat yaşadıq. Mən xatırlayıram 88-ci ildə baş verən hadisələri. Mən xatırlayıram Xankəndində ilk olaraq erməni millətindən olan şəxslərin əsassız olaraq mitinqlərə toplaşması və Azərbaycandan ayrılmaq şüarı. Mən xatırlayıram Ağdamda iki gəncimizin əsaslı yerə ermənilər tərəfindən öldürülməsi, Topxana meşəsinin dağıdılması və s. Və son olaraq təbii ki 10 minlərlə insan həyatı bahasına və torpaqlarımızın işğalı 30 il çəkdi və separatçı rejim adı altında Xankəndində toplaşmış cinayətkar ünsürlər xalqımıza qarşı üzr istəyirəm, xalqımıza qarşı saysız hesabsız cinayətlər törətdilər və bu Ermənistanın Azərbaycan işğalı nəticəsində baş verən fəlakətləri biz də, yəni Qarabağda olmasaq da hər birimiz yaşadıq. Ona görə deyirəm ki, ədalət zəfər çaldı və bu belə də olmalı idi. Mən xatırlayıram Ulu Öndərin sağlığında Qarabağ işğaldan azad olunacaq, cinayətkarlar cəzasını alacaq ifadəsinə bəlkə də o zaman o qədər ürəkdən inanmırdıq. Mən xatırlayıram cənab Prezident İlham Əliyevin
Şah və Xocalı qatilləri layiqli cəzalarını alacaq ifadəsinə və bəlkə də o qədər inanmırdıq, amma 27 sentyabr 2020-ci ildə baş verən hadisələr, antiterror sonraki dövrdəki əməliyyatı və nəhayət cinayətkarların ədalətli cəzaya məruz qalmaları onu göstərir ki, doğrudan da bizim uzoqgörən siyasətçilərimiz həm dahi Heydər Əliyev, həm İlham Əliyev sözü elə belə demirmiş və bugün baş verən hadisə, yəni hökmlər bizim sanki şəhidlərimiz qarşısında bir hesabatımız idi və buradan üz ağ çıxdıq və Azərbaycan xalqı tam təskinlik tapmasa da nisbi təskinlik tapdı. Çünki on minlərlə şəhid vermiş bir ölkə 5-10 nəfərin həbsi ilə təskinlik tapa bilməz. Yəni bu təskinliyimizin bir hissəsidir. Və belə hesab edirəm ki, hələ bəzi cinayətkarlar qalıb ki, Qaçaryan, nə bilim mən, ondan sonra digər Sarkisyan və digərləri də gec-tez layiqli cəzalarını inşallah alacaqlar. Çünki həm Xocalının, həm Qarabağda baş verən o ağır nəticələnmiş hadisələrin, cinayətlərin başında Qaçaryan və Sarkisyan dövründəki hakimiyyət daha çox dayanmışdı. Və ümid edirəm inşallah onların da cəzasının alınmasının şahidi olacaq. Amma zaman göstərdi ki, siz qeyd etdiniz, yəni bu müharibə dövründə, işğal dövründə müəyyən qədər Azərbaycana qarşı təzyiqlər və s. zaman göstərdi ki, bizim elə özümüzdən başqa bizim haqqımızı bərpa edə biləcək bir qüvvə yoxdur. Mən xatırlayıram, elə biz 44 günü savaşa başlayanda Azərbaycana qarşı təpkilər, hətta BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycan məsələsinin çıxarılması, amma onu da xatırlayıram ki, biz nəyə əsas götürmüşdük? BMT Təhlükəsizlik Şurasının nizamnaməsinin, BMT nizamnaməsinin 51-ci maddəsini ki, işğala məruz qalan dövlət özü, öz ərazilərini işğaldan azad etmək hüququna malikdir və biz bu hüquqdan istifadə etməklə özümüz, öz torpaqlarımızı azad etdik. Biz kimdənsə silah ala bilərik, kimdənsə mənəvi dəstəyinə sahib ola bilərik, amma döyüşən Azərbaycan ordusuydu, Azərbaycan əskəri idi və biz öz gücümüzlə bu qələbəyə nail olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əhməd müəllim, əslində məhkəmə prosesi bir ilə yaxındır ki, davam edirdi və burada da erməni əsilli şəxslər həm vəkillə və bütün hüquqi baxımından da bütün həmin o imkanlardan yararlanırdılar. Və baxmayaraq ki, hər şey şəffaf və bütün beynəlxalq normalara və standartlara uyğun şəkildə aparılırdı. Təəssüf ki, yəni müxtəlif instansiyalar yenə də deyirdilər ki, bu məhkəmə haqlı yerə deyil, halbuki tarix var və Azərbaycan xalqına edilən cinayətlər var. Yəni məhkəmənin prosesi gedişi və bugün artıq sona başa çatması, yəni bu hansı şəkildə olur? Təbii ki, bugünkü məhkəmə qərarı Azərbaycan cəmiyyətinin illərdir gözlədiyi bir qərar idi. Çingiz müəllim bütün bu prosesin tarixi, siyasi xronologiyasını çox dəqiq şəkildə izah elədi. Bir hüquq müdafiəçisi olaraq bu prosesə tam emosiyasız hüquq nöqteyi nəzərindən yanaşsaq, Azərbaycan dövləti həm ilk növbədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, beynəlxalq hüququn norma və prinsiplərinin bütün kateqoriyaları üzrə əlində rəhbər tutaraq Azərbaycan xalqına, Azərbaycan dövlətinə, ümumiyyətlə sülh və insanlıq naminə cinayət törətmiş şəxslər, bu cinayətləri həyata keçirənlər, təşkilatçılar, maliyyələşdirənlər, bütün bu soyqırım cinayətlərini törədən şəxsləri gecikmiş də olsa məhkəmə ədaləti qarşısında cavab vermək məcburiyyətidir. Təbii ki, bugün məhkəmə barəsində həbs qəti imkan tədbiri seçilən şəxslərin hamısı deyil, amma yenə də əsas şəxslərdir ki, bunlar barədə uzun illərdir ki, Azərbaycanın hüquq mühafizə orqanlarında, xüsusən də hərbi prokurorluqda təqribən 80 mindən artıq sübut, dəlil, şahid ifadələri, zərər çəkmişlər, onların ailə üzvlərinin ifadələri var ki, uzun illərdir Azərbaycan bütün bu sübut dəlilləri beynəlxalq ədalət məhkəməsinə, beynəlxalq təşkilatlara təqdim eləmişdi. Təəssüflər olsun ki, dünyada baş verən ikili standartlar, selektiv yanaşma bu cinayətkarları məhkəmə qarşısında çıxarmağı prosesini gecikdirirdi və nəhayət 2020-ci ildə Azərbaycan 44 günlük Böyük Vətən müharibəsində öz ərazilərini işğaldan azad etdikdən sonra onun ardınca 2023-cü ildə Qarabağda antiterror əməliyyatları nəticəsində həmin şəxslər tapılıb məsuliyyətə cəlb edildi və tam
məhkəmə prosesinə fokuslansaq, Azərbaycan bütün məhkəmə etikasını, beynəlxalq qanunları, norma və prinsipləri əlində rəhbər tutaraq tam açıq və şəffaf bir məhkəmə prosesi keçirdi. Həmin müttəhimlər bütün hüquqlarından tam şəkildə istifadə edirlər, öz ailə üzvləri ilə mütəmadi olaraq Skype və telefon əlaqəsi, görüntülü əlaqə yaradırdılar. Onların vəkilləri, tərcüməçiləri var idi. Hətta beynəlxalq təşkilatların Bakıda akkreditədən keçmiş səfirliklərin nümayəndələri də açıq şəkildə həmin prosesdə iştirak edirlər. Təbii ki, həmin insanlar sıravi hərbi qulluqçular deyil. Onlar konkret olaraq müharibə cinayətləri, soyqırım cinayətləri törətmiş şəxslərdir. Təkcə Xocalı soyqırımı deyil, ondan əvvəl də Ağdabanda, Başbeldə, Qazaxın müxtəlif kəndlərdə, aşağı ayrım digər kəndlərdə törədilmiş cinayətlərdir ki, bütün bunlar zamanı zərər çəkmiş və onların ailə üzvləri bu məhkəmə prosesində ifadələr verdilər və xüsusən də 2020-ci il Böyük Vətən müharibəsində həmin ittiham olunan şəxslər, istər Aray Harutyunyan olsun, istər Ruben Vardanyan olsun, onların video müraciətləri var. Gəncə, Bərdə, Mingəçevir və digər bölgələrə qarşı, xüsusən də mülki əhalinin sıx olduğu bölgələrə raket hücumları təşkil edilməsi ilə bağlı etirafları var ki, bu təksib edilməz faktlardır və Azərbaycan bütün bu prosesi kompleksli şəkildə beynəlxalq hüquq və normalarda nəzərə alaraq həyata keçirdi. Təbii ki, biz beynəlxalq təşkilatların, xüsusən də Azərbaycana yönəlik ikili standartları hər zaman əlində rəhbər tutan Human Rights Watch olsun, Freedom House olsun, istər Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti olsun ki, uzun illərdir Azərbaycana qarşı bu qərəzi nümayiş etdilər. Onların sərt təpkilərini də nəzərə alaraq məhkəməni tam ədalətli, obyektiv şəkildə həyata keçirdik və bugün fevralın 5-i gec də olsa ədalət öz yerini tapdı və onların bir neçəsi ömürlük azadlıqdan məhrum edildi, digər şəxslər isə müxtəlif müddətə azadlıqdan məhrum edildilər. Azərbaycan bu məhkəmənin timsalında bütün dünyaya ədalətin bərqərar olduğunu göstərdi. Eyni zamanda universal yuridiksiya deyən bir şey var. Yəni cinayətin baş verdiyi ərazinin, ölkənin fərqi yoxdur. O cinayəti törətmiş şəxsin milliyyəti, milli kimliyi, vətəndaşlığının fərqinə varmadan hər bir dövlət o cinayətkarların tapılıb cəzalandırılmasında öhdəliyi var və Azərbaycan, yenə deyirəm, bu məhkəmə prosesində həm ilk növbədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Roma statutu və digər beynəlxalq qanunları əlində rəhbər tutaraq həmin şəxslər barədə ədalətli məhkəmə qərarı çıxardı. Siz əslində beynəlxalq qərəz barədə danışdınız və Avropanın ikili standartları haqqında danışdınız. Bununla bağlı əslində bizim bir süjetimiz var. Çünki Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib və bu qətnamənin də qəbul edilməsi əslində elə məhkəmənin keçirildiyi ərəfədə olub. Gəlin istəyirsiniz həmin süjeti izləyək və ardından isə müzakirəmizi davam edək. Əsrin məhkəməsi bugün başa çatdı. Bununla da 34 il sonra cinayətkarlar öz layiqli cavabını aldı. 5 nəfərə ömürlük həbs, 2 nəfərə 20 il, qalan 8 təqsirləndirilən Ermənistan vətəndaşına isə 19, 18, 16 və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi. Azərbaycan məhkəməsi bir daha dünyaya göstərdi ki, əmr almışıq arqumenti beynəlxalq hüquqda məsuliyyətdən azad eləmir. Bu yanaşma vaxtı ilə Nürnberg məhkəməsində formalaşmış hüquqi prosedurların davamı kimi qiymətləndirilir. Əsrin məhkəməsində oxunan hökm həm də onu göstərdi ki, regionda davamlı sülh yalnız cinayətkarlara göz yumulmadığı halda mümkündür. Bütün beynəlxalq hüquq normalarının gözlənildiyi məhkəmədə qərarın oxunduğu vaxtda Fransa Milli Assambleyasının separatçı rejimin nümayəndələrinin dərhal və qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi sənəd göstərdi ki, Paris regionda sülh tərəfdaşı deyil, prosesləri manipulyasiya edən aktor kimi çıxış eləyir. Əslində belə bir vaxtda Fransa Milli Assambleyasında qərəzli qətnamənin qəbulu təsadüfi deyil. Bu, birbaşa məqsədli siyasi addımdır. Bu addım Parisin regionda gərginliyi yenidən alovlandırmaq niyyətindən geri çəkilmədiyini açıq şəkildə ortaya qoyur. Fransa faktiki olaraq hüquqi prosesləri kölgədə qoyur, siyasi manipulyasiyanı ön plana çıxarır və reallıqları təhrif eləməyə çalışır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, cəmi bir neçə ay əvvəl Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti ilə görüşən Fransa prezidenti Emmanuel Macron münasibətlərin normallaşması üçün təşəbbüs göstərdiyini nümayiş etdirmişdi.
Bugün isə Fransanın parlamenti tamamilə əks istiqamətdə addım atır. Bu ziddiyyət bir şeyi sübut edir. Macronun verdiyi mesajlar real siyasətlə üst-üstə düşmür. Bu, diplomatik dillə desək, uyğunsuzluqdur. Siyasi reallıq baxımından isə açıq riyakarlıqdır. Çünki Fransa bir tərəfdən dialoqdan danışır, digər tərəfdən Fransa Milli Assambleyası vasitəsilə regionda sülh gündəliyini sıradan çıxarmağa çalışır. Paris bununla kifayətlənmir. Fransa eyni zamanda Amerika Birləşmiş Ştatlarının regionda irəli sürdüyü sülh təşəbbüslərini zəiflətməyə, bölgə ölkələrinin Avropa İttifaqı və NATO ilə münasibətlərinin inkişafına əngəl yaratmağa yönəlmiş siyasət yürüdür. Bu yanaşma Fransanın regional sabitliyə deyil, öz siyasi ambisiyalarında maraqlı olduğunu göstərir. Nəticə aydındır. Fransa bugün regionda sülhü möhkəmləndirən yox, onu risk altına alan tərəf kimi çıxış eləyir. Macronun diplomatik bəyanatları ilə Parisin real addımları arasında dərin uçurum var və bu uçurum region üçün təhlükəli nəticələr doğurur. Çingiz müəllim, baxın, nəinki Fransa Milli Assambleyası, eyni zamanda az əvvəl Əhməd müəllim də söylediyi kimi Human Rights Watch da az əvvəl bir hesabat, belə sizə deyim, təqdim edib və bütün bunların sırf bu məhkəmə prosesi zamanı, yəni yekunlaşması ilə bağlı hər hansı bir əlaqəsi varmı və tam olaraq beynəlxalq həmin o təşkilatlar, belə sizə deyim, yəni dırnaqarası sülhü dəstəkləyən, ədaləti dəstəkləyən təşkilatlar tam olaraq nə istəyirlər? Bilirsiniz, artıq Human Rights Watch, Amnesty International, Freedom House kimi təşkilatların mən elə hesab edirəm ki, təkcə bizdə yox, dünyada nüfuzu artıq aşağı düşüb. Çünki onlar artıq siyasiləşdiklərini biruzə verdilər. Əvvəllər bir tərəf idilər, sırf insan hüquq və azadlıqlarından danışmağa haqları var idi. Mən xatırlayıram, Bərdəyə raket atəşi olandan sonra Bərdə şəhərinə. Axır ki, dəfələrdən təklifdən sonra Human Rights Watch təşkilatı gəldi və ilkin hesabat hazırladı və ilkin hesabatı da bir 50-50-yə, biraz ermənilərin, biraz bizim, yəni həqiqətin tərəfində açıqladı. Amma 2 aydan sonra yekun hesabatında yenə Azərbaycan tərəfindən qanunsuz silahlardan istifadə və s. kimi faktlar ortaya gətirdi. Yəni onlar nə Bərdədə ölən, nə Gəncədə gecə ikən raket atəşi nəticəsində həlak olan uşaqları, mülki əhalini görmək istəmədilər. Və baxımdan da onların maliyyələşməsində iştirak edən qurumlar, dövlətlər təbii ki, sifariş verirlər və biz elə onsuz da bilirik ki, erməni lobbisi çox güclüdür və bu cür təşkilatları əl almaqda davamlıdır. Elə Fransa Milli Assambleyası, orada təbii ki, Ermənistan erməni lobbisinin kifayət qədər Fransada nüfuzu güclüdür və müəyyən siyasi hakimiyyətdə qollarında öz adamları var, qohumları var, özlərinin nümayəndələri iştirak edirlər və təsir imkanları mümkündür. Amma bu cür açıqlamalar, bu cür bəyanatlar imperativ deyil. Azərbaycan üçün heç bir hüquqi statusu olan bir sənəd deyil. Yəni ürək bulandırmaqdan başqa bir şey deyil. Baxın, Fransa Milli Assambleyası o dövrdə bunu etdi ki, siz deyən kimi həm məhkəmə prosesi gedir, həm də cənab prezidentə Abu Dhabidə, həm də Ermənistan baş nazirinə sülh mükafatı verilir. Yəni bu adamlar sülhə doğru gedən bir prosesin getdiyi bir məkanda baş verən xoşməramlı hadisələrin fonunda yenə də haqqa və ədalətə söykənməyən açıqlama verirlər. İndi onlardan soruşmaq lazımdır. Yaxşı, bizim bu mülki əhalimizin, günahsız insanların yatdığı yerdə erməni, bax bu mühakimə olan Aray Kartunyan deyir ki, əmri mən vermişəm, lazım olsa Bakını vuracaq və s. Bəs bu adamların günahı üzbatından həm də bir şey var, müharibə qaydalarının pozulması, müharibə aparmaq qaydalarının pozulması. Çünki müharibə aparılmasının özü də müəyyən qayda və normalar çərçivəsində olmalıdır və müharibə zonasından kənarda yaşayan mülki əhalinin, sivil əhalinin vurulması, mülki əhalinin yaşayış məntəqələrinin vurulması müharibə qaydalarından qadağan olunmuş hallardır. Bunlar bunu da pozublar. Beynəlxalq hüquq normalarını pozublar. Azərbaycan Cinayət Məcəlləsinin normalarını pozublar və minlərlə insanların hüquqları pozulub və saysız hesabsız da həm körpələr, həm yaşlılar, həm qadınlar, uşaqlar, qocalar həlak olublar. Və bunların hüquqlarını kim qoruyacaq? Bu 5-10 erməninin hansı ki, hamısının arxasında müəyyən dairələr durur, müəyyən imkanlı lobbilər durur. Bunların yəni təsiri nəticəsində sizin bu cür açıqlama vermələriniz elə sizin iç üzünün açılması deməkdir və bunların da yəni nə istəyir Fransa Milli Assambleyasının, nə Human Rights Watch təşkilatının yəni açıqlamaları bizim üçün önəmli deyil. Bizim üçün önəmli bugünkü hökmlər idi və bugünkü hökmlər həm dövlət göstərdi ki, xalqımın, millətimin qanuna əli bulaşan şəxslər layiqli cəzalarını almalı idilər, aldılar.
həm də dünyaya sübut etdik ki, siz deyirsiniz ki, separatizm dünyada olmaz, qəbul olunmur, separatçılığa yox demişik, terrorçuluğu qəbul etmişən, terroru maliyyələşdirən və terrorçuluqla məşğul olan cinayətkarlara cəza vermişik, müharibə qaydalarının pozulmasını deyirsiniz, olmasın, necə ki, Rusiya-Ukrayna müharibəsində sivil ərazilər vurulan kimi bəyanatlar verirsiniz, komissiya göndərirsiniz, yoxlamalar aparırsınız, bizdə bunlar hamısı pozulduğu halda biz bu adamlara cəza vermişik. Yəni deməyə sözləri yoxdur. Sadəcə bu cür açıqlamalarla mən elə hesab edirəm, sanki onlara sifariş verən və o sifarişin altında müəyyən hədiyyələr, pul müqabilində, digər imtiyazlar, seçkilərdə səs və s. vermiş olan şəxslər qarşısında bir yalancı hesabatdır ki, bax biz bunu da etdik. Yəni bu sənədlərin Azərbaycana heç bir təsiri yoxdur və biz öz yolumuzdan davam etməliyik və belə hesab edirəm ki, indi o cənab prezident dedi ki, Abu Dhabi'də biz artıq 30 il müharibə şəraitində olmuşuq və sülh şəraitində yaşamağa uyğunlaşırıq. Həm biz, həm Ermənistan buna uyğunlaşmalıdır. Kənardan təsirlərə fikir vermək olmaz və bugün sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki o blokadalar dediyimiz açıldıqdan sonra, trip dəhlizi açıldıqdan sonra Ermənistan iqtisadiyyatı güclənəcək, əhalinin sosial rifahı güclənəcək və başa düşəcəklər ki, sülhdən yaxşı başqa bir şey yoxdur. Yəni müharibə sonsuza qədər davam etsə də minlərlə işçilərdən gözyaşı ilə nəticələnən bir şeydir. Yəni ona görə sülh üzərində düşünmək lazımdır. Bu cür cəfəngiyat və əslində Qafqazda sülhü görmək istəməyən qüvvələrin açıqlamalarına uymaq və ona fikir vermək məncə heç məqsəd uyğun deyil. Əhməd müəllim, baxın, məhkəmə artıq başa çatdı və biz görürük ki, beynəlxalq təşkilatlar və bir sıra Avropa ölkələri xüsusilə təzyiqləri və belə süni mexanizmlərini başlayıblar artırmağa. Məhkəmə qərarının haqları və hüquqları beynəlxalq çərçivədə, yəni Azərbaycan tərəfindən bundan sonra hansı müstəvidə aparılacaq? Təbii ki, o həm Fransa olsun, istər Human Rights Watch olsun, digər beynəlxalq təşkilatlar uzun illərdir ki, bu məsələdə Azərbaycana yönəlik bir tərəfli siyasət yeridirlər. Amma onların da fikir verirsinizsə 10 il bundan əvvəl, məsəl üçün 2016-cı ildə o döyüşlər zamanı tək Fransa deyildi, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada olsun, digər Avropa ölkələri, beynəlxalq təşkilatlar bir-birinin ardınca Azərbaycana təzyiq göstərməyə çalışırlar. Amma indi onların sayı artıq azalıb. Bəlkə də tək yeganə ölkədir ki, Fransa. Bu da Fransada təbii ki, Fransa-Ermənistan tarixi əlaqələri var. Fransada bir erməni lobiçiliyi var. Bugün Fransada seçilmək istəyən deputatlar, siyasilər özlərini ermənipərəst göstərməklə, hətta yanlış da olsa, səhv da olsa özlərinin erməni kökləri ilə fəxr edərək auditoriyanın, elektoratın səsini qazanmağa çalışırlar. Həm də qarşıdan seçkilər. Təbii. Bu baxımdan Fransadan obyektiv yanaşma gözləmək sadə ölümlülük olar. Digər beynəlxalq təşkilatların da idarə heyətinə, board member üzvlərinə baxsaq görərik ki, erməni əsilli Avropa vətəndaşlarıdır ki, onlar həm 2020-ci ildə, 2023-cü il döyüşləri zamanı, əməliyyatları zamanı hər zaman Azərbaycana qarşı bu qərəzli yanaşmanı sərgiləyiblər. Azərbaycan hökuməti, Azərbaycan hüquq sistemi, az öncə dediyim kimi, bu məhkəmə prosesini o qədər dəqiqliklə və yüksək peşəkarlıqla beynəlxalq qanunvericilik standartlarına uyğun şəkildə həyata keçirib ki, konkret məhkəmədə baş verən hadisələrlə bağlı hər hansı bir xırda belə bir qüsur tapıb, bunu demək üçün bir əsasları yoxdur. Məsələni tamamən siyasi müstəviyə keçirib, siyasiləşdirib, onları gah siyasi məhbus, gah vicdan məhbusu, gah hərbi əsir kimi qəlmə verməyə çalışırlar. Halbuki onlar konkret müharibə cinayətləri törətmiş şəxsdir. Necə ola bilir ki, 4 ildir Ukraynada müharibə səbəbindən Vladimir Putin Roma statutuna görə bütün dünya tərəfindən, belə deyək, axtarışda olunan bir şəxs kimi qələmə verilir. Bugün yaxın şərqdə baş verənlərə görə İsrail baş naziri həmin statüda görə axtarış elan olunur. Amma Azərbaycan öz ərazisində bu müharibə cinayətlərini törətmiş şəxsləri elə öz ərazisində keçirdiyi antiterror əməliyyatlar zamanı saxlayıb, məhkəməyə çıxarıb və onlar barədə ədalətli qərar çıxarıb. Təbii ki, onların yenə özlərini müdafiə etmək hüququ var. Yenə vəkilləri vasitəsilə beynəlxalq təşkilatların ən beynəlxalq səviyyədə tanınmış nüfuzlu vəkillər da bu prosesə qoşula bilərlər. Onlar, mən sizi inandırım, o cinayət işinin materiallarıyla yaxından tanış olsalar, onlar bu prosesdən geri çəkiləcəklər. Çünki mən bir öz şəxsi təcrübəmi bölüşmək istəyirəm. Təqribən 5 il bundan əvvəl hərbi prokurorluqda mən o zaman sabiq hərbi prokuror Xanlar Vəliyevlə xahiş elədim. O beynəlxalq təşkilatlarda siyasi deyil, daha çox hüquq müdafiəçisi kimi faktları əsasından çıxışlar eləmək üçün Azərbaycana qarşı bu müharibə cinayətləri, soyqırım cinayətləri törətmiş işlərlə bağlı Başlıbel cinayəti, Xocalı hadisələri, Qazaxın kəndlərində
kifayət qədər sübut və dəlillər var ki, bu hamısı son 30 ildə tədqiq olunub, həmin şəxslər təsbit olunub, müəyyən olunub, hətta Interpol vasitəsilə axtarışa da verilmişdi. Təəssüflər olsun ki, Interpol da bir çox məsələlərdə siyasi yanaşma sərgilədiyi üçün həmin şəxslərin Azərbaycana tapılıb təhvil verilməsi mümkünsüz olmuşdu. Məhz 2020-ci ildən sonra Azərbaycan özü həmin şəxslərin yerini təsbit edib cinayət məsuliyyətinə cəlb eləmişdi və bugün həmin o erməni şəxslər ki, onların vəkilləri istər Ermənistandan olsun, istər beynəlxalq təşkilatlardan gəlib o cinayət işi ilə tanış olsalar, elə 2020-ci il döyüşləri zamanı, müharibəsi zamanı Arayik Arutyunyan olsun, Ruben Vardanyanın o zamanki işğal altında olan Azərbaycan torpaqlarına gəlməsi, verdiyi açıqlamalar, video müraciətlər kifayət qədər əsas verir ki, onlar Azərbaycan xalqına qarşı bu müharibə cinayətlərini törətmiş, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərdir ki, onların tamamilə günahsız olduğunu sübut eləmək, hüququ, beynəlxalq hüququ təkzib eləmək, həqiqəti görməzdən gəlmək deməkdir. Bu baxımdan bu prosesi ciddi şəkildə siyasiləşdirməyə çalışırlar. Bu Aşpanın qış sessiyası ötən həftə Strasburqda yekunlaşdı. Aşpanın yeni prezidenti, digər erməni pərəst deputatlar Ruben Vardanyanı, Arayik Arutyunyanı az qala siyasi məhbus kimi, vicdan məhbus kimi, güya onlar hansısa bir siyasi fikirlərinə görə bugün Bakıda mühakimə olunurmuş kimi, qəhrəman kimi qələmə verməyə çalışırlar. Amma sevindirici hal ondan ibarətdir ki, bugün Ermənistan rəsmi şəxsləri, xüsusən də Aşpadakı Ermənistanın iqtidar partiyasından olan deputatları bu məsələndə fəallıq göstərmirlər. Çünki onlar Azərbaycanla sülh gündəliyinə maksimum sadiq qalmağa çalışırlar. Amma erməni müxalifiyyətindən olan deputatlar yenə də Azərbaycan ünvanına bu ithamları səsləndirirlər. Amma hələ ki Fransadan başqa, indi bu proses yenidir, yaxın günlərdə müşahidə edəcəyik, amma hələ ki Fransadan başqa Azərbaycana bu şəxslərin dərhal qeyri-şərtsiz azadlığa buraxılması ilə bağlı hər hansı bir tələbdə bulunan bir ölkə yoxdur. Fransa isə ənənəvidir. Bu məsələdə hər zaman erməni separatizmini dəstəkləyib. Bugün biraz səsi zəif çıxır. Sujetdə deyildiyi kimi ABŞ-da əldə olunan sülh razılaşması artıq onların səsini də zəiflədib, amma hər zaman Fransadan belə münasibət göstərir. Və iş orasındadır ki, əslində Emmanuel Macronun siyasətinə də ziddir. Çünki bir tərəf, yəni ölkə başçısı tamamilə fərqli bir mesaj verir. Deyir ki, biz bu sülh sazişinə sadiqik, biz bunu dəstəkləyirik və bir tərəfdən artıq Fransanın Milli Assambleyası da deyir ki, xeyr, bu düzgün deyil. Yəni əslində çox böyük ziddiyyət var. Və səhv etmirəmsə, məhkum olunanların apellyasiyaya müraciət mövzusu da var. Çünki erməni saytları yazır ki, hüquqları var. Və yəni bu olarsa belə nələr dəyişə bilər? Çünki əslində itham olunan maddələr də birbaşa olaraq ömürlük həbs kontekstindən gedir. Biz məhkəmənin işinə qarışa bilmərik də, zaman göstərəcək. Mən sual etmək lazımdır. Buyurun, sizin ikiniz də bilirsiniz, indi Azərbaycan qanunvericiliyi ilə cinayət işlərində hökmün qüvvəyə minmə anlayışı var və 20 gün müddətində əgər apellyasiya şikayət olmayacaqsa, onda hökm avtomatik qüvvəyə minəcək və əgər şikayət olacaqsa, apellyasiya məhkəməsi yenidən bu işlərə baxılacaq. Bu hüquqdur. İstər burada erməni cinayətkarlar olsun, istər Azərbaycan vətəndaşlarından cinayət törədən şəxslər olsun. Yəni biz bu 20 günü gözləyəcəyik. Bayaq bir sual oldu ki, bu 20 gün dolar harda saxlanacaq? Onlar yenə də istintaq təcridxanasında qalacaqlar. Çünki hökm qanunu qüvvəyə minənə qədər onlar hələ istintaq altında olan şəxs statusuna malikdirlər. Və yer gəlmişdən bu istintaqdan söhbət getdiyinə görə bir şey də deyim. Bax, siz bayaq çox haqlı olaraq qeyd etdiniz ki, təzyiqlər vardı, bu məhkəmə prosesinin nəzarətdə idi, bəhanələr axtardılar. Mən, baxın, indi bu hüquq mühafizə orqanlarına daha yaxın birisi kimi deyirəm. Baxın, əməliyyat qrupu, istintaqa aparan Dövlət Təhlükəsizlik Xidməti, prokurorluq orqanları o qədər professionalcasına bu işi işlədilər. Hətta bəzən biz deyirdik ki, niyə uzanır, niyə ləngir və onlar bilirdilər ki, sabah ciddi nəzarət olacaq. İttihamı müdafiə edən, prosesdə iştirak edən tərəfin biri Azərbaycan Respublikası Prokurorluğunun İttiham İdarəsi o qədər professionalcasına bu məsələlərə hazırlaşmışdılar ki, suallar yerində, vəsadətlər yerində, istintaq zamanı şahid ifadələrinin bir daha dindirilməsi, ifadələrin səslənməsi yerində və eyni zamanda
üçüncü qurum, ədalət mühakiməsini həyata keçirən məhkəmə. Hər biri qarşılıqlı şəkildə dövləti təmsil edən təbii qurumlardır. Təhlükəsizlik xidməti, prokurorluq, məhkəmə hakimiyyəti müstəqil olsa da, o da dövlətimizin adından qərar çıxardır. O qədər professionalcasına hazırlamışdılar ki, bu istintaq və məhkəmə prosesi tam prosessual hüquq normalarına uyğun şəkildə həyata keçirildi. Və bilirdilər ki, bizi sevməyən dövlətlərin səfirlikləri bu prosesi izləyir. Bilirlər ki, Human Rights kimi təşkilatlar bu prosesləri izləyirlər və hər hansı bir nöqtə qədər belə bir prosessual hüquq pozuntusu olsaydı ondan yapışacaqlar. Bax, bugün yapışmalı heç nə yoxdur. Söz toplusudur ki, bunlar buraxılmalıdır. Niyəsinə də cavab veriləcək. Biz də verəcəyik, dövlət də verəcək, digər qurumlar da verəcək. O baxımdan mən elə hesab edirəm ki, biz həm də bu qurumların, yəni bayaq adını çəkdiyim Təhlükəsizlik Xidmətinin əməkdaşları, prokurorun əməkdaşları, məhkəmə hakimiyyətində məhkəmə istintaqını həyata keçirən şəxslər, yəni o qədər professionalcasına bunu etdilər ki, sanki düşmənin əlinə bir bəhanə vermədilər və buna görə də onları bir təşəkkür etmək istəyirəm və yeri gəlmişkən qeyd etmək istəyirəm ki, düzdür, biz deyə bilmərik ki, prosessual hüquqa uyğun olaraq onlar şikayət etdikdən sonra apellyasiya məhkəməsi hansı qərarlar qəbul edəcək. Amma onların törətdikləri cinayətlər və özlərinin səmimi etirafları, sərbəst ifadələri onu deməyə əsas verir ki, hökmlərdə ciddi dəyişiklik ola bilməz və onlar layiqli cəzalarını artıq bugündən almış hesab olunurlar. Və erməni mətbuatı daha çox yazır ki, bütün bu baş verənlər eyni zamanda ABŞ-nin vitse-prezidenti James Vance'ın Azərbaycan və Ermənistan səfəri ilə bağlı bu ərəfədədir. Yəni bunu hər hansı bir bu mövzuda siyasiləşdirmək məncə düzgün deyil. Amma siz nə düşünürsünüz bu barədə? Təbii ki, ABŞ-ın vitse-prezidenti Vance'in Ermənistana, Azərbaycana səfəri bölgə üçün böyük tarixi hadisədir. Uzun illərdən sonra ABŞ-ın ikinci şəxsi bölgəyə səfər edir və rəsmi gündəlik açıqlanıb, Ermənistanda hansı məsələlər müzakirə olunacaq, Azərbaycanla hansı məsələlər, amma ümumən trip yolunun sülh prosesinə dəstək ifadə olunacaq. Bu dönəmdə xüsusən də Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisi Ermənistan daxilində elə o müttəhimlərin ailə üzvləri, yaxınları revanşist düşərgə fəallaşır və bu məsələni hüquq müstəvisindən daha çox siyasi müstəviyə çıxarmağa çalışırlar və belə şüarlar, belə tezislər səslənir ki, Vance Bakıda bu məsələni Azərbaycan iqtidarı qarşısında qoyacaq, onların azadlığa buraxılması ilə. Elə məhz səfərdən öncə bunlar barədə, həmin şəxslər barədə məhkəmənin son qərarını açıqlaması, bu həm də Azərbaycan dövlətinin təkcə Ermənistana deyil, bütün dünyaya bir mesajı idi ki, bölgədə ədalətli sülh, ədalətin bərpa olunması ilə paralel şəkildə aparılmalıdır. Ədalət bərpa olunmasa, sülhün davamlılığını təmin etmək mümkün deyil. Azərbaycan bir tərəfdən sülh gündəliyinə sadiqdir. Öz ərazisindən Ermənistana yük daşımaları, neft və qaz məhsullarının ixracını həyata keçirir və Abu Dhabidə səslənən fikirlər bir daha onu deməyə əsas verdi ki, Azərbaycan-Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi artacaq və bu ölkələr artıq 6 aydır ki, konkret sülh şəraitində yaşayırlar. Amma bu heç bir halda Azərbaycan xalqına qarşı bu müharibə cinayətləri, insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin qeyri-şərtsiz Human Rights Watch-un dediyi kimi dərhal azadlığa buraxılması demək deyil. Azərbaycan dövləti qanunun aliliyini əlində rəhbər tutaraq həmin şəxsləri mühakimə edib və onlar qəti olaraq məhkum olunduğu azadlıqdan məhrum etmə cəzalarını alacaqlar. Vance'in bəlkə də erməni diasporasının təsiri altında bu məsələni Azərbaycan rəhbərliyi ilə görüşdə qaldırması da mümkündür, ehtimal var. Amma bu heç bir halda Azərbaycan dövlətinin qərarını dəyişmir. Məhkəmə hakimiyyəti müstəqildir. Müstəqil şəkildə belə bir qərar verib, heç ki bu qərarı dəyişdirməz. Amma az öncə Çingiz mənim dediyi kimi onların təbii ki apellyasiya hüququ var, təkcə 20 gündən deyil. Ümumiyyətlə cəza müddəti zamanı da müəyyən narazıçılıqlarla bağlı, saxlanma şəraiti ilə bağlı, bəli, şikayət verə bilər. Apellyasiya bu da qanun çərçivəsində baxılacaq. Əgər haqlıdırsa düzəliş olunacaq, haqlı deyilsə onlar öz cəzalarını çəkməkdə davam edəcəklər. Aydındır. Bəs bir digər sual doğuran məqamda Ruben Vardanyanın məhkəməsi ilə bağlı gedən hazırdakı prosesdir. Yəni bütün bunlar əslində belə baxanda bu cür nəticələnə bilərmi?
Yəni bugünkü məhkəmə olduğu kimi, yəni tezliklə hansı sizcə ehtimallar ola bilər? O məhkəmə prosesindən asılıdır. Çünki belə baxdığımız zaman maddələr də demək olar ki, eynidir. Eyni maddələrdir və mən elə hesab edirəm ki, layiqli cəzasını alacaq. Yəni biz desək ki, bunu alacaq düzgün olmazdı, məhkəmənin işinə yenə də müdaxilədir. Amma ittihamlar, şahid ifadələri, video görüntülər, ondan sonra digər telefon danışıqları ilə olan yazışmaların təqdimatı, özünün müəyyən etirafları, şahid ifadələri onu deməyə əsas verir ki, Vardanyan da layiqli cəzasını alacaqdır. Yəni bu qanundan qaçmaq mümkün deyil. Çünki Vardanyan ilanın başıdır. Yəni əslində onları maliyyələşdirən, ora gələn və sonra da Ermənistanda siyasi hakimiyyətə gəlmə iddiasında olanlardan biridir ki, orada müəyyən bir dividend qazandıqdan sonra Ermənistan siyasi hakimiyyətə gəlsin və Moskvanın, Rusiyanın göndərmiş olduğu emsallardan biri idi. Amma bu çirkin niyyətlərinə sahib ola bilmədilər. Çünki Azərbaycan ordusu artıq öz sözünü dedi və şükürlər olsun Allaha ki, həm qələbəmiz təmin olundu, həm də cinayətkarlar bugün Bakıda mühakimə olunub, son qərarları elan olundu. Qaldı Vardanyan, o da layiqli cəzasını alacaq. Bəli, Əhməd müəllim, siz məhkəmənin gedişi ilə və ya əlavə etmək istədiyiniz hər hansı bir digər... Mən son olaraq onu bildirmək istəyirəm ki, Azərbaycan heç bir halda bu məsələdə qisasçılıq prinsipi ilə addımlamır. Çünki əgər biz qisas almaq istəsəydik, elə 2020-ci ilin 44 günlük müharibənin sonunda Azərbaycan ordusunun əldə elədiyi üstünlüyü biz davam elətdirə bilərdik. Ağ Evdə heç də təsadüfən Donald Trump İlham Əliyevə sual vermədi ki, siz güclü olduğunuz halda nədən hərbi əməliyyatları davam elətdirmədiniz? Çünki biz heç bir halda qisas almırıq, ədaləti bərpa eləyirik. Torpaqlarımız işğaldan azad olunub, amma bu cinayətləri də unuda bilmərik. Tarixi ədalət, hüququn aliliyi öz məntiqli sonuna, gec də olsa məntiqli sonuna gəldi, çatdı və həmin şəxslər törətdiyi cinayətlərə görə azadlıqdan məhrum edildi. Az öncə Çingiz müəllim də dedi, həmin şəxslər tam siyahı deyil. Bugün Serj Sarkisyan, Robert Keçəryan, digərləri ki, Azərbaycana qarşı hələ 90-cı illərin əvvəlində bu müharibədə birbaşa iştirak etmiş, insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir. Onların da yaxın gələcəkdə tapılıb Azərbaycana gətiriləcəyi, məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Çingiz müəllim, siz nəsə əlavə etmək istəyirsiniz? Yox, heç bir əlavə etmək istəmirəm. Bir şey deyim, o şübhəli yanaşmalar ki, Vens gələcək, nəsə xahiş eləyəcək. Amma biz bir şey gəlin unutmayaq ki, cənab prezidentin siyasəti nəyə köklənib? Azərbaycan xalqının və dövlətinin milli maraqlarına, dövlət və milli maraqlara xidmət edən lider hansısa bir xahişdən kimlərsə buraxmayacaq. Zaman gələcək siyasi proseslər dövründə nəsə ola bilər. Amma indiki reallıq odur ki, onlar hələ cəzalarını çəkməkdə davam edəcəklər. Belə əslində olduqca tarixi bir gündür və tarixi bir məhkəmə qərarının olduğu bir gündür və bura gəldiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Və bir daha xatırlatmaq istəyirəm ki, yəni Azərbaycan xalqına həm müharibə, həm də müxtəlif hərbi cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər erməni əsilli şəxs artıq bir ilə yaxındır ki, davam edən məhkəmədə bugün yenidən hakim qarşısına çıxarıldı və onlar artıq öz layiqli cavablarını məhkəmə qərarı ilə aldılar və biz bu səpkidə müzakirələrimizi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Gənizadə və hüquq müdafiəçisi Əhməd Şahidovla müzakirə etdik. Xəbər axşamı isə bugünlük öz işini yekunlaşdırır, lakin sabah saat 20:00-da yenidən qarşınızda olacaq. Gecəniz xeyrə qalsın.